Deməli, bax, biz üçbucaqların daxilinə və xaricinə kimi çevrələr keçmişdik. Demişdik ki, üçbucağın bütün təpələrindən keçən çevrəyə üçbucağın xaricinə kimi çevrə deyilir. Üçbucağın bütün tərəflərindən toxunan çevrəyə də üçbucağın daxilinə çəkimi çevrə deyilir. Üçbucaqlarda heç bir şərt yox idi ki, falan üçbucağın daxilinə çevrə çəkimi olar və ya çevrə çəkimi olmaz. Amma bu dördbucaqlar üçün belə deyil. Əgər biz tutaq ki, dördbucaqlının xaricinə çevrə çəkmək istəyiriksə, hər hansısa bir dördbucaqdan söhbət gedir. Bax, bu bir dördbucaqdır. Dördbucaqlının xaricinə çevrə çəkməyin şərti var. Yəni, istədiyimiz dördbucaqlının xaricinə çevrə çəkənməliyik. Bunun üçün qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Hansı dördbucaqlının ki, qarşı bucaqlarının cəmi 180 dərəcədir, onun xaricinə çevrə çəkmək olur. Qayda olaraq belə deyilir. Bunu 9-cu ildə keçərsə, hələ keçməmişsiniz. Qarşı bucaqlarının cəmi 180 dərəcə olan çox bucaqların, dördbucaqların xaricinə çevrə çəkmək olur. Məsələn, bununla bağlı adi elementar bir misal verir. Deyir, ABC'də dördbucağın xaricinə çevrə çəkilmişdir. A bucağı tutaq ki 70'dirsə, C bucağı neçə olar deyir testdə. Sadə bir sual. Sadəcə şagird bilirmi ki, dördbucağının xaricinə çevrə çəkdikdə qarşı bucaqlarının cəmi 180 olur. Deməli, bu şəkli görəndə şagird bilməlidir ki, bu 70 ilə x-in cəmi mütləq 180 olmalıydı. Deməli, x 100 olur. Aydın olur. Birinci də qarşı. Bəli. Birinci yox, birinci də qarşıdırlar. Ona bir tərəfə bir şeydirlər. Əvvəla, işi olan A-la mən bura səhv yazmışım, heç fikir verməmişim. B ilə D yazmalar. Fikir verməmişim. Demək ki, ora mən səhv yazmışım. Deməli, A-la C-dir. Burada qarşı-qarşıya B ilə D. Yəni, qarşı bucaqlarının cəmi 180 olan dördbucaqların, yenə deyirəm, xaricinə çevrə çəkmək olur. Bəs daxilə hansı dördbucaqlarla çevrə çəkmək olur? Bunu araşdıraq. Ümumiyyətlə, dördbucaqlının daxilə çevrə çəkmək olur deməkdir ki, dördbucaqlının bütün tərəflərinə toxunan çevrə dördbucaqlının bütün tərəflərinə toxunan çevrəyə həmin dördbucaqlının daxilinə çəkilmiş çevrə verir. Yəni, heç bir tərəf boşda qalmamalıdır. Bütün tərəflərə bu çevrə dördünə də toxunmalıdır ki, biz deyək ki, bu dördbucaqlının daxilinə çəkilmiş çevrədir. Dördbucaqlının daxilinə çevrə çəkmək üçün hansı şərtimiz eləməli Şahin? Dördbucaqlının daxilinə çevrə çəkmək üçün çevrə olan hər tərəflə toxunmalıdır. O heç. O onsuz da o tərifidir. Tərəflər bir-birinə bərabər olmalıdır. Qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni AB ilə CD-nin cəmi AD ilə BC-nin cəminə bərabər olmalıdır. Qarşı tərəflərin cəmi bərabər olmalıdır ki, məsələn, kiçik hərflərlə işarələsəm tərəflərin uzunluqlarını, qarşı tərəflər, yəni A ilə C-nin cəmi B ilə D-nin. Bunları öyrənməlisiniz. Sən bu qaydanı öyrənməlisən, Amma düzbucaqlıda olmur axı. Düzbucaqlının qarşı tərəflərin cəmi bərabərdir. Onda nəfər olsun? Bəs burada da hansının daxilə və ya xaricə çevrə çəkilə biləcəyini birinci sənə öyrədirəm. Deyirəm ki, qarşı tərəflərinin cəmi bərabər olan dördbucaqların daxilinə çevrə çəkmək olur. Bundan sonra keçəcəyik ki, tanıdığımız hansı figurun daxilinə və ya xaricinə çevrə çəkə biləcəyik. Yəni, birinci biz bu şərti bilməliyik, sonra bu şərt hansı dördbucaqlarda var, onları öyrənəcəyik. İndi, yəni, hər hansısa bir dördbucaqlının daxilinə çevrə çəkə bilməyimiz üçün onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Bunu anlayırsınız? Yəni, məsələn, tutaq ki, mənə deyir ki, ABCD dördbucaqlısının daxilinə çevrə çəkilmişdir. Adi bir məsələdir. Buranı verib 12,
Buranı verib 7. Buranı verib 10 deyir x-i tap. 12 üstəgəl x bərabər 12 verir. Bəs sonra, yəni deməli mən bu qaydanı bilməsəydim, mən nə biləcəkdim ki, bununla bunun cəmi, onunla onun cəminə bərabərdir. Yəni mən bilməliyəm ki, bir dördbucağının daxilinə çevrə çəkə bilməyim üçün onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalıdır. Yəni bu şərti bilməliyəm. Bu şərtə görə də buradakı x nəyə bərabərdir? 5-ə. Bəsit belə bir sual. Aydın oldu mu dedim? Sonra bunu başqa cür bir misalda görürük. Deyir ki ABCD dördbucaqlısının daxilinə çevrə çəkilidir. Əgər ABCD dördbucaqlısının perimetri 48 AB tərəfi 15 santimetr olarsa CD tərəfi neçə olar? Deməli, deyir ki, ABCD dördbucaqlısının daxilinə çevrə çəkilmişdir. Onun perimetri 48 deyil, AB tərəfi 15-dir. CD neçədir? AB ilə CD ikisi 24 olacaq. Necə? Bərabər olacaq. 9. Bəli, cavab 9-dur. Niyə? Baxayım ona, perimetr nə deməkdir? 4 tərəfin cəmi. Bu 4-ünün cəmi 48-dir. İkisinin cəmi digər ikisinin cəminə bərabərsə 48-i bölürük 2 bərabər siyah. Bunların da toplamı 24 eləməlidir. Bunların da toplamı 24 eləməlidir ki, 4'ü bir yerə 48 olsun. Düzdür mü? Məsələn, bu ikisi 30 o ikisi eləyə bilməz 18. Çünki onda çevrə çəkə bilməzdilər. Aydın mı? İndi biz başa düşdük ki, AB ilə CD-nin cəmi 24'dür. AB-ni veriblər 15. Onda CD neçə olacaq? 24'dan 15'e çıxdıq, elədi 9. Aydın oldu. Bax, bunlar sadə misallardır. Sadəcə və sadəcə bu qaydanı, bu tərifi bilib, ona aid olacaq suallardır. Bunun tərsinə də verə bilərlər. Məsələn, deyir ki, bu 17'dir, bu 7'dir. Bu şəkildə verildir takizə. Deyir, bu dördbucağının perimetrini tap. Neçə olacaq? 48. Çünki bu x 24'dür. Bu x-inin nə olduğunu bilməsən belə tək-tək. Amma cəmlərinin 24 olacağını bilirəm. Yəni bu x-in cəmi 24 edilməlidir. Onda 4'ünün bir yerdə cəmi neçə eləyəcək? 48. Davam edik. İndi gələk, görək ki, bizim keçdiyimiz hansı dördbucağının daxilinə və ya xaricinə çevrə çəkmək mümkündür. Şərtləri öyrəndik. İndi o şərtlər üzərindən araşdıraq. Deməli, dedik ki, qarşı, buradalar onsuz da, qarşı tərəflərinin cəmi bərabər olanda daxilə çevrə çəkmək olur. Qarşı bucaqlarının cəmi 180 olanda isə xaricə çevrə çəkmək olur. Bir-bir keçdiyimiz figurları araşdıraq. Paraleloqram araşdıraq biləcək. Biz bilirik ki, bu paraleloqramda A üstəgəl A ilə B üstəgəl B eyni ola bilər. Məsələn, ola bilər. İkisi qısadır, ikisi uzundur. 2 dənə uzunun cəmi, 2 dənə qısanın cəmi qədər ola bilər. Deməli, bunu neynəsək də daxilinə çevrə çəkə bilməyəcəm. Yəni, mən elə bir çevrə çəkə bilməyəcəm ki, 4'dən 9'dur. Belə 80'də bu çevrə deyil, bu ovaldır. Aydın mı? Yəni, mümkün deyil ki, biz paraleloqramın daxilinə çevrə çəkə bilək. Bəs yəni ki, xaricə çevrə çəkməliyəm. Bu 2 itidir. 2 dənə iti bucağı toplayanda 180 ala bilərəm. Bəs 2 dənə kör toplayanda yox. Ona görə xaricinə də çevrə çəkməliyəm. Yəni, mən neynəsən də bu sayılmır ha. 4'ündən də keçməlidir. Aydın mı? Yəni, paraleloqramın nə daxilinə, nə də xaricinə çevrə çəkmək olmur. Aydın olur. Yəni, paraleloqrama çevrə çəkə bilməzsiniz. Nə daxilinə, nə xaricinə. Gələk romba. Romb. Rombun bütün tərəflərinin uzunluqları A-dır, düzdür? Çəkmək olur da. Nəyə? Daxilinə, xaricinə? Xaricinə. Daxilinə.
qarşı tərəflərinin cəmi bərabər olanda daxilə çevrə çəkə bilirsən. Bəli, 2A, 2A. Xaricində ikisini toplayacaq. Xaricində isə qarşı bucaqların cəmi 180 olanda çəkə bilirsən. Bunu xaricə çevrə çəkə bilməzsən. Çünki 2 dənə iti bucağın cəmi 180 eləməz. Amma qarşı tərəflərinin cəmi bərabər olduğu üçün bunun daxilinə çevrə çəkmək olar. Rombun yalnız daxilinə çevrə çəkmək olur. Xaricinə çəkmək olmur. Çünki bunun A üstə gəl A, bu da A üstə gəl A, 2A bərabər 2A olduğu üçün, yəni qarşı tərəflərinin cəmi bərabər olduğu üçün daxilinə çevrə çəkə bilərsən. Və rombun daxilinə çəkilmiş çevrənin radiusu, bu rombun hündürlüyüdür. Rombun daxilinə çəkilmiş çevrənin radiusu onun hündürlüyünün yarısına bərabərdir. Rombun daxilinə çəkilmiş çevrənin radiusu hündürlüyünün yarısı. Şəkli burada yenidən çəkirəm. Yəni rombun deməli rombun daxilinə çəkilmiş çevrənin radiusu onun hündürlüyünün yarısına bərabərdir. Deməli mənə rombun daxilinə çəkilmiş çevrənin radiusu tapmaq üçün onun hündürlüyünü bilmək lazım. Məsələn belə bir misal verək. Rombun tərəfi 12. İti bucağı 30-dur. Deyir, daxilinə çəkilmiş çevrənin radiusunu tap. Mənə daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün bunun hündürlüyünü tapmalıyam. Hündürlüyünü çəksən. 30 dərəcəli bucaq qarşıda duran katet hipotenuzun yarısıdır. Deməli, hündürlüyün uzunluğu oldu 6. Radiusda 6'nın yarısı 3. Hündürlüğün yarısı. Bu bir düstur. İkinci bir düstur da var. Diagonallarla olan düsturdur. Rombun daxilinə çəkmiş çevrən radiusunu diagonallar vasitəsilə belə ifadə edirlər. D1, D2 bölünsün 2 kök altda D1 karıştı gəl D2 karıştı. Yəni rombun diagonalları veribsə bu düsturdan istifadə edir. Məsələn deyir ki, rombun diagonalları 6 və 8 olarsa daxilinə çəkmiş çevrən. Artıq bunlar veriləndə bu düsturdan yox, bu düsturdan işləməlisiniz. Gətirirsiniz diagonalları qoyursunuz yerinə 68, 2 kök altdan 6'nın kvadratı üstə gəl 8'in kvadratı. 6'nın kvadratı ilə 8'in kvadratını toplayanda, yəni 36 ilə 64'ü toplayanda eləyir 100, 100'dən də kök çıxır o. 6'nın da 8'e varanda 48 eləmişdir. Bu tutaq ki, buradan getdi 24, 24'ü də böldüm 10'a, elədi 2,10'dadır. Yəni, hərəsinin öz qaydası var. Diagonallar verilibsə o düsturdan və yaxud diagonal verilməyibsə deməli hündürlüyə gedən suallardandır bu. Gələk düzbucaqlıya. Siz də düzbucaqlının daxilinə çevrə çəkmək olar, yoxsa xaricinə? Xaricinə. Niyə? Daxildə hər tərəfdə Bəli. Yəni, qarşı tərəfdən cəmi bərabər olmayacaq. Ona görə təsəvvür edə bilir ki, biz düzbucaqlının daxilə bir çevrə çəkmək istəsək, mümkün deyil ki, 4'ünə də toxunsun. Aydın mı? Onun da səbəb odur ki, bu iki tərəf qısadır, bu iki tərəf uzundur. Toplayanda qarşı tərəflərin cəmi eyni boyda olmur. Ona görə çəkmək olur. Bəli. Amma xaricə çəkmək olur. Niyə? Çünki bütün bucaqları 90 dərəcə olduğu üçün, bütün bucaqları, qarşı bucaqlarının cəmi 180 edir. Bax, hamısı 90'dır, düzdür? Hamısı 90'dırsa, onda A ilə C-nin də cəmi 180 edir, B ilə D-nin də cəmi 180 edir. Ona görə də xaricə çevrə çəkmək olur. Və düzbucaqlının xaricinə çəkilmiş çevrənin mərkəzi onun diagonallarının kəşfə nöqtəsinə düşür. Yəni, çevrənin mərkəzi oradır. Ora çevrənin mərkəzidirsə, onda düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu olur diagonalın yarısı. Yəni, deməli, biz düzbucaqlının xaricə çəkmiş çevrənin radiusunu tapmaq üçün ilk öncə onun diagonalını tapmalıyıq. Məsələn, tutaq ki, sizə testdə deyir ki,
Düzbucaq. Romda hündürlüyü idi də. Bəli. Romda xaric deyildi. Ha, daxil idi. Mən onu bilirəm. Doğru öyrəşir. Bəli. Tutaq ki, düzbucağının tərəfləri 5 santimetr və 12 santimetrdir. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusunu tap. Deməli, tərəflərini verir, deyir, xarici çəkilmiş çevrənin radiusu. Mən başa düşürəm ki, mən burada diaqonalı tapmalıyam ki, çevrənin radiusunu tapım. Çünki diaqonalın yarısı. Biz də düzbucağını keçəndə öyrəndik ki, düzbucağının tərəfləri və diaqonalları düzbucağın üst uzağı əməliyyatı üçün Pifagor teoremi ilə tapılır. Yəni, məsələn, bura 5-dir, bura 12-dir. Mən bu diaqonalı nətər tapacam? Pifagor teoremindən. Yazacam ki, diaqonalın kvadratı bərabərdir. 5-in kvadratı gəl 12-nin kvadratı. Yəni, 25 də gəl 144 neçə eləyir? Deməli, diaqonal oldu 13. Onda xaricə çəkilmiş çevrənin radiusu da diaqonalın yarısı olduğu üçün 13-ün yarısı eləyir 6/5. Yəni, bu məsələni işləmək üçün birinci mən qaydanı bilməliyəm ki, rombun xarici çəkilmiş düzbucağının xarici çəkilmiş çevrənin radiusu necə tapıla bilər, ona uyğun da məsələni həll etməliyəm. Gələk kvadrata. Deməli, kvadratın həm daxilinə çevrə çəkmək olur, həm xaricə çevrə çəkmək olur. Çünki həm bütün tərəfləri bərabər olduğu üçün qarşı tərəflərinin cəmi bir-birlə bərabərdir. Həm də bütün bucaqlar 90 dərəcə olduğu üçün qarşı bucaqların cəmi 180 dərəcədir. Yəni, kvadratda həm daxilə çevrə çəkmək olar, həm xaricə. Kvadratda xaricə çəkdiyimiz çevrənin mərkəzi kvadratda düzbucağındakı kimidir? Yəni, diaqonalın yarısıdır. Mən biraz çevrənin yarısı çəkmədim. Kvadratın xaricinə çəkilmiş çevrənin mərkəzi də gəlir ki, diaqonalların kəşf nöqtəsidir. Bu kvadrat olduğu üçün biz demişdik ki, yəni radius diaqonalın yarısıdır. Daha dəqiq desək, A kök 2/2-dir. Çünki kvadratın diaqonalı A kök 2-yə bərabər edir. Biz bunu demişdik. Tərəfi almaz. Yəni, kvadratın xaricinə çəkilmiş çevrənin radiusu diaqonalının yarısına, yəni A kök 2/2-yə bərabərdir. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu isə tərəfinin yarısıdır. Bax, kvadratın daxilinə çevrə çəkdikdə həmin çevrənin radiusu kvadratın tərəfinin yarısına bərabər. Onları öyrənməliyik. Məsələn, tutaq ki, bizə deyir ki, tərəfi 12 olan kvadratın daxilinə çəkmiş çevrənin radiusu. Biz başa düşməliyik ki, bu 12/2 6-dır. Xaricinə çəkilmiş çevrənin radiusu 12 kök 2/2, yəni 6 kök 2-dir. Daxilə çəkiləndə A/2, xarici çəkiləndə A kök 2/2 olacaq. Aydınmı? Bu belə. Gələk trapesiyalara. Deməli, trapesiyalarda daxilə çevrə çəkmək üçün hansı trapesiya ki, qarşı tərəflərin cəmi bərabərdir şərtini ödəyir. Bu ixtiyari trapesiya da ola bilər, düzbucaqlı trapesiya da ola bilər, bərabər yanlı trapesiya da ola bilər. Hansı trapesiya bu şərti ödəyirsə, onun daxilinə çevrə çəkə bilərik. Yəni, burada konkret olaraq demirlər ki, düzbucaqlı trapesiya daxilinə həmişə çevrə çəkmək olur. Xeyr. Elə ola bilər ki, tərəflərinin, qarşı tərəflərinin cəmi bərabər olmaz, çəkə bilmərik. Elə ola bilər ki, çəkə bilərik. Yəni, amma əsas məsələ burada onu bilək ki, trapesiyanın növündən asılı olmayaraq, əgər onun daxilinə çevrə çəkilə bilibsə, çevrə çəkmək mümkün olubsa, həmin çevrənin radiusu onun hündürlüyünün yarısıdır. Yəni, romda olduğu kimidir. Trapesiyaların daxilinə çevrə çəkə bildikdə, həmin çevrənin radiusu hündürlüyün yarısına bərabərdir. Bunu anlamalıyıq. İndi məsələn, bir nümunə göstərim. Tutaq ki, bizə deyir ki, bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Məsələdə verirlər. Bu trapesiyanın
Deməli. Oturacaqları 8 və 18-dirsə, həmin çevrənin radiusunu tap. Deməli, bərabəryanı trapesiyadır. Daxilə çevrə çəkildir. Hə, de. Birinci hündürlüyü tapır. Birinci hündürlüyü tapmaq. Onun hündürlüyü tapmaq üçün yetəri qədər məlumat varmı? Birinci yan tərəflərə bax. Harada tapaq yan tərəflər? Biz dedik ki, bunu daxilə çevrə çəkəndə AB ilə CD-nin cəmi AD ilə BC-nin cəmi olmalıdır. Düzdür? Bu da bərabər yanlı olduğu üçün, yəni yanları bərabər olduğu üçün x üstəgəl x bərabərdir 18 plus 8 yazsam 2x bərabər 26 yan tərəf oldu 13. Birinci bunu eləməliyim. Yəni bunu da o qaydanı bilərək elədik. İndi hündürlüyü tapmaq üçün bu yanları bildik ki 13'dür. Hündürlüyü çəkdim. Siz ürəyiniz istəyir, x-in ilə çəkin. 2 dənə hündürlüyü çəkəndə BC HK-ya bərabər olar. HK BC-yə bərabər olur, oldu 8. Bura. AH ilə KD isə bu qıraqdakıları tapmaq üçün 18-dən 8-i çıxdıb, böldüm 2 bərabər hissəyə. Oldu 5, 5. Hündürlüyü olur 12. Bəli, 3 bucaq. A, B, H-dan Fagor teoreminə görə yaza bilərik ki, 5-in kvadratı üstəgəl hündürlüyün kvadratı 13-ün kvadratıdır. Yəni 25 üstəgəl H kvadratı 169-dursa H kvadratı 144 olduğundan H 12'dir. Və gəldik məsələnin yekununa. Biz dedik ki, əgər trapesiyanın daxilinə çevrə çəkilibsə, həmin çevrənin radiusu hündürlüyün yarısıdır. Yəni, radius olur 6. Kim məsələnin hansı hissəsini başa düşməli ki, nəyi nə səbəbdən göstərdik, izah elədik? Deyil. Orta xərcdən tapmadıq. Nəsə orta xərcdən? Yəni, 18-də 8 tapıyı 2'ye bölüb, diametrə bərabər olmuyor. Orta xərcdən. Doğrudan. Yox, ondan soruşuram. Səncə niyə olsun ki? Təəssüf ki, toxunmur. Bu toxunma nöqtəsi orta xəttdən yuxarıdadır. Bir gəl bax da, 13 də orta xətt. Düzdür, 13-ün yarısı neçə eləyir? 6'dan İndi nə tapmışıq radiusu? 6. Səncə eyni şey olsaydı, elə bir şey yoxdur. Yəni, orta xəttin yarısı deyil, hündürlüyün yarısıdır. Aydın mı? Yəni, trapesiyaların daxilinə çəkilmiş çevrənin radiusu, əgər ki, hansısa bir trapesiyanın daxilinə o şərt ödənib çevrə çəkilibsə, həmin çevrənin radiusu hündürlüyün yarısıdır. İndi bunun bir düzbucaq trapesiya üzərindən izahını verək. Məsələn, ABC'də düzbucaq trapesiyadır və ABC'də düzbucaq trapesiyasını tutaq ki, daxilə çevrə çəkilir. Daxilə çevrə çəkilir. Bunun oturacaqları 4-dən 12'dir. Deyək, daxilə çəkmək, çevrənin radiusunu tap. Yenə də deyirəm, trapesiyanın növündən asılı olmayaraq, trapesiyanın daxilə çevrə çəkilibsə, həmin çevrənin radiusu hündürlüyün yarısıdır. Yəni, bizim məqsədimiz hündürlüyü tapıb yarı bölməkdir. İndi, burada yenə biz bilirik ki, bunların cəm bərabər olmalıdır. Qarşı tərəflərin cəmi. Yəni, AB ilə CD-nin cəmi neçə eləməlidir? 16. Amma bu dəfə bərabər yanlı olmadığı üçün o ikisi eyni boyda deyil. Mən buna x desəm, CD nə olar? 16 minus x olar. Rahatsız da yəni ki. Buradan hündürlüyü indirək. Nedir? Onu çevirən geri orada siləydim, çox qarışıq görsənməsin. Hündürlük çəkdik. CH hündürlüyünü çəkək. Çəkdik. Bu hündürlüyü çəkəndə
Bura nə olacaq? X. Bura nə olacaq? 4. Bura nə qalacaq? 8. Düzdür. Üçbucaq CHD-yə baxaq. Düzbucaqlı üçbucaqlı mı CHD? Onda Pifagor teoreminə görə katetlərin kvadratları cəmi bir də onun kvadratıdır. Yəni x-in kvadratı və 8-in kvadratını toplayanda 16 minus x-in kvadratına bərabər olmalıdır. Muxtəsər masturdur və s. hesablayaq 64. Bunu açanda 256 çıx 32x üstə gəl x kvadratı. X kvadratları gedir. 32x keçir bu tərəfə, 64 keçir o tərəfə. Buradan davam edeyim. 32x bərabərdir 192 eləyir. Çıxdım, hə. X də bərabərdir 6. Biri bərabərliyin solunda müsbətdir, biri sağında müsbətdir. Yan-yana bir tərəfə keçəndə biri müsbət, biri mənfi olacaq. Aydınmı? X oldu 6. X bizdə nədir elə? Hündürlük deyil. Hündürlüyümüz 6 oldu. Yəni dolayısıyla hündürlüyü tapdım mən. Onda radiusda nə olacaq? 6'nın yarısı, yəni 3. Aydın oldu. Ümumiyyətlə, düzbucaqlı trapeziyanın daxilinə çəkmək çevrənin radiusunu hesablamaq üçün belə bir düstur var. Ətraflı sualda, yəni məsələn bu sizin imtahanda 4 dənə həlli tələb olunan sual var. Orada bunu bu şəkildə işləməlisiniz. Amma tutaq ki, qapalı testdir. Yəni sizdən həllini istəmirlərsə, düzbucaqlı trapeziyaların daxilinə çəkmək çevrənin radiusunu tapmaq üçün belə bir düstur var. AB bölünsün, A üstə gəl B. A-na B oturacaqlar. Məsələn, mənim bayaqki nümunəmdə oturacaqları vermişdim 12 ilə 4. Düzdür? Onda radius 4 vur 12 bölünsün, 4 üstə gəl 12. 48 bölü 16 elədir 3. Qapalı sualda həlli tələb olunmursa bu düsturla yazırsınız. Amma misal sizin o 4 dənə ətraflı sualın içindədirsə onu bu şəkildə həll edilməlidir. Aydın olur. Bu düstur alınma düsturdur. Yəni ona görə həlli tələb olunan formada eləməlisən. Həll ona görə tələb ki, o bir sizin həll edilməlisin. Aydın oldu. Bu belə. Sonra düzgün çoxbucaqların daxilinə baxaraq çəkmək çevrilər. Düzgün çoxbucaqlının nə olduğunu demişdim. Bütün tərəflər və bütün bucaqları bərabər olan çoxbucaqlara düzgün çoxbucaqlar deyilir. Düzgün çoxbucaqlardan orada radius düsturları var. Bunları əzbərləməyə ehtiyacınız yoxdur. Kiçik R bərabərdir 2 tangens 180 böl N. Böyük R bərabərdir A bölünsün 2 sinus 180 böl N. Bunlara ehtiyacımız yoxdur bizim. Biz bunlardan çıxan nəticələri öyrənsək bəs edir. Bax, düzgün üçbucaq dedikdə, düzgün üçbucaq. Düzgün üçbucaq. Bərabər tərəfli üçbucaqdır. Bütün tərəfləri bərabərdir. Bütün bucaqları da 60'dır. Deməli, düzgün üçbucaq bərabər tərəfli üçbucaq deməkdir. Onsuz da biz üçbucaq dərsindən keçmişik ki, bərabər tərəfli üçbucağın daxilinə çəkmək çevrənin radiusu budur. Xaricinə çəkilmiş çevrənin radiusu da ki, A kök 3 bölü 3'dür. Sizcə düzgün dörbucaqlı nədir? Hansı bir bura düzgün dörbucaqlı deyə bilərik? Kvadrata. Bütün tərəfləri də bərabərdir, bütün bucaqları. Məsələn, romb düzgün dörbucaqlı deyil. Çünki rombun tərəfləri bərabər olsa da bucaqları bərabər deyil. Düzgün çox bucaqların həm tərəfləri bərabər olur, həm bütün bucaqları birbirine bərabər olur. İndicənə də dedik ki, kvadratın daxilinə çəkilən budur, xaricinə çəkilən də budur. Yəni, bu düzgün dörbucaqlı deməkdir kvadrat. Bir də düzgün altı bucaqlını öyrənirik. Düzgün altı bucaqlı. Düzgün altı bucaqlının daxilinə çəkmiş çevrənin radiusu A kök 3 bölü 2'dir. Xaricinə çəkmiş çevrənin radiusu da elə A-ya bərabərdir. Yəni, tərəfinə. Bunları da öyrənməlisiniz. Qeyd edeyim ki, düzgün altıbucaqlıq haqqında biz nə bilməliyik? Bu da bizə testlərdə qabağımıza çıxır. Deməli, bütün tərəfləri və bütün bucaqları bərabər olan bu altıbucaqlıya düzgün altıbucaqlı deyirik. Bu düzgün altıbucaqlının bütün tərəfləri bərabər olduğu üçün perimetri 6A'dır. Bunu bilməliyik.
İki fərqli uzunluqda diaqonalı var bunun. Kiçik diaqonalı və böyük diaqonalı deyilən diaqonalları var. Bax, bunlar böyük diaqonalıdır. İki tərəfdən bir birləşdirilənlər. Bunlar böyük diaqonalıdır. Böyük diaqonalın uzunluğu 2A-ya bərabərdir. Böyük diaqonalın uzunluğu 2A-dır. Bir də bunun kiçik diaqonalları var. Bir tərəfdən bir birləşdirirsən, bax, bunu birləşdirirsən, bunu və bunu. Bu gördükləriniz kiçik diaqonallardır. Kiçik diaqonalın uzunluğu isə A vur kökçə bərabərdir. Kiçik diaqonalın uzunluğu A kökçə, böyük diaqonalın uzunluğu 2A-ya bərabərdir. Perimetrdə 6A-dır, radiusları da burada vurğuladım, düzgün altı bucağını bilməli oluruz. Bir də onu deyim ki, trapesiyalardan xaricdə çevrə çəkilə bilən trapesiya ancaq və ancaq bərabər yanlı trapesiya olur. Bunun üçün bir düstur yoxdur. Yəni, xaricdəki bir çevrənin radiusda bir düsturumuz yoxdur. Amma bilin ki, xaricinə çevrə çəkilə bilən yeganə trapesiya yalnız və yalnız bərabər yanlı trapesiyadır. Çünki başqa heç bir trapesiyanın qarşı bucaqlarının cəmi 180 dərəcə olmur. Yalnız bərabər yanlı trapesiyada bulunur. Ona görə də xaricinə çevrə çəkilə bilən trapesiya yalnız və yalnız bərabər yanlı trapesiyadır. Aydın oldu. Belə.